Hər vaxtınız xeyir əziz könüllü sən verilişinin izləyiciləri. Ümid edirəm ki, yaxşısınız. Yaxın yarım saat ərzində maraqlı qonaq və söhbətlərlə sizinlə mən Rəsul olacağam. İzləyicilərimizin əksəriyyətinin gənc olduğunu nəzərə alaraq bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. 15-26 yaş aralığındasınızsa və könüllü olmaq istəyirsinizsə, bizi həm sosial media platformalarımızla, həm də portal asanvolunteers.az saytımız vasitəsilə müraciət edə bilərsiniz. Layihə və ideyalarınızla bağlı təklifləriniz varsa, info@asanvolunteers.az ünvanına göndərməyinizi sizə tövsiyə edirik. Verilişimizin məqsədi gənclərə motivasiya vermək və maraqlı qonaqlarımızla onlara faydalı olmaqdır. Bugünkü qonağımız isə Birgə və Sağlam İctimai Birliyinin təsisçisi Aytən Eynalovadır. Xoş gəlmisiniz Aytən xanım, necəsiniz? Çox sağ olun, təşəkkür edirəm. Siz necəsiniz? Çox sağ olun, biz də yaxşıyıq. Aytən xanım, mən istəyirəm ki, ilk sualımızla başlayaq. Necə oldu Birgə və Sağlam İctimai Birliyi yarandı? Yəni, bu birliyin yaranmasının tarixçəsi necə oldu? Əslində, mən həqiqətən gənclərə faydalı məlumatlar paylaşdığınız üçün sizə öz dərin təşəkkürümü bildirmək istəyirəm və siz də bir gənc insan kimi çox gözəl bir rol model olursunuz gənclərə də. Sizə də uğurlar arzulayıram. Təşəkkür edirik. Birgə və Sağlam İctimai Birliyi əslində 15 ilə yaxındır fəaliyyət göstərir və onun bir tarixçəsi və bir hekayəsi var. Oğlum Həmzə autizmi olan bir gəncdir, 22 yaşındadır və mən məsələ onun vasitəsilə bir yola qoyuldum və o yolun adı autizm yolçuluğu adlandırıldı. Çünki Həmzə autizm diaqnozu aldıqdan sonra biz ümumiyyətlə ölkəmizdə onun inkişafı ilə bağlı heç bir müraciət edəcəyimiz mərkəz yox idi ki, elm deyirdi ki, autizmli insanlara yeganə müdaxilə növü təhsildir və mütləq şəkildə xüsusi təhsilə cəlb olunmalıdırlar. Ancaq Azərbaycanda müraciət edə biləcəyimiz bir məkan və bir hansısa bir məktəb olmadığı üçün biz atası və mən də universitet təhsilimizi aldığımız Türkiyə, qardaş ölkə Türkiyəyə köçdük və orada yaşamaq qərarına gəldik. Və orada olduğumuz müddətdə də bizim bir hədəfimiz var idi ki, biz ölkəmizə geri qayıdacağıq və Azərbaycanda da məsələ Həmzə və onun kimi neyromüxtəlifliyi olan insanlara necə dəstək ola bilərik sualını mütəmadi olaraq öz-özümüzə verirdik və 6 il qədər hardasa orada qaldığımız müddətdə də ölkəmiz üçün faydalı işlər görməyə çalışdıq. Bu sahədə, xüsusi təhsil sahəsində mütəxəssis kadr potensialını inkişaf etdirməyə və onu daha da çox yüksəltməyə çalışdıq və qayıtdığımız zamanda məsələ bir ideya ilə İctimai Birlik və Qeyri-Hökumət Təşkilatı qurma qərarına gəldik. Və bu Birgə və Sağlam İctimai Birliyi artıq 15 ilə yaxındır ki, neyromüxtəlifliyi olan insanlara, autizmi olan şəxslərə və onların ailələrinə dəstək olur və eyni zamanda da ölkəmizdə yerli, beynəlxalq bir çox layihələrə imza ataraq cəmiyyəti daha çox inklüzivliklə bağlı, neyromüxtəlifliklə bağlı maarifləndirməyə çalışır. Həmzə artıq 22 yaşındadır və 22 ildir ki, mənim əldə etdiyim istər həyat təcrübə, istər sahəmi dəyişdirmək məcburiyyətində qalmağımla və özümü daha çox inkişaf etdirməyimlə hədəfim o oldu ki, cəmiyyətə biraz daha töhfə vermək və məsələ övladlarımızı daha çox qəbul edən o cəmiyyətin kəsimi olan, üzvlər olan gənclərə bəlkə də nümunə olmaqdır. Nə gözəl. Bəs günümüzdə cəmiyyətin autizmə, xüsusi insanlara baxışında hər hansı bir fərq varmı? Yəni hiss olunurmu bu? Bəli, mən əslində bəzən insanlarla görüşdüyüm zaman və ya çıxışlarımda bunu söyləyirəm, vurğuluyuram. Bir ana olaraq çox fərqli çətinliklər yaşamışam övladımla bağlı və onu cəmiyyətə inteqrasiya etməklə bağlı. Çünki biz valideynlərin ən böyük problemi neyromüxtəlifliyi olan, fərqliliyi olan övlada sahib olmaq deyil. Bizim ən böyük problemimiz cəmiyyətin onları olduğu kimi qəbul etməməsidir. Məsələn, bunun nəticəsində də bir çox ailə öz övladını evindən çıxartmaq istəmir. Çünki çıxartdığı zaman cəmiyyətin çox fərqli reaksiyaları ilə, üzvlərinin çox fərqli sözləri ilə və s. qarşılaşır və ya ən önəmli məsələlərdən biri təhsilə cəlb eləyə bilmirik. Yanaşı olaraq hansısa bir iş yerinə onları adaptasiya eləyə bilmirik və s. Bu kimi problemlərlə qarşılaşdığımız üçün məsələ həyat keyfiyyətimiz çox aşağı olur. Amma aparılan illərdir çalışmaların, maarifləndirmə, məlumatlandırma çalışmalarının nəticəsində ki, bu dövlət səviyyəsində artıq uzun illərdir edilir və
və həqiqətən bu sahədə aparılan islahatların nəticəsində başda bir ana olaraq çox böyük uğurlar yaşayırıq, görürük öz övladlarımızın həyatında və eyni zamanda da cəmiyyətin daha qəbul edici olduğunda fərqindəyik. Mən illər öncəsində bir nəqliyyatdan endirilməyə zorla çalışan bir ana ikən, onun ağlama krizisinin nəticəsində aparılan məlumatlandırma işlərinin nəticəsində artıq bir nəqliyyatda çox daha rahat gedə bilirik və ya hər hansı bir məkana çox rahat bir şəkildə girə bilirik və təbii ki, çətinliklərimiz yoxdurmu? Var, amma keçmişə dönüb baxdığımızda çoxunu həll etməyə çalışırıq artıq. Dediklərini sadaladıqlarınız əslində belə də olmalıdır. Çünki Bəli. bu bir fərqindəlikdir, bu bir xəstəlik və s. deyil. Bəs məlumatı olmayan valideynlər autizm mərkəzinə necə müraciət edə bilərlər? Əslində mən istəyərdim qısaca autizm haqqında da məlumat Buyurun, verim. zəhmət Çünki bu olmasa. həm cəmiyyətimizin üzvləri, həm də ümumiyyətlə gənclər üçün də çox vacibdir. Autizm əslində bir neuroinkişaf pozuntudur və çox kiçik yaşlardan özünü biruzə verən əlamətləri ilə başa düşə biləcəyiniz bir məqamdır və bir vəziyyətdir. Dünyada çox araşdırmalar aparılır bu mövzuda. Təəssüf ki, etiologiyası haqqında heç bir məlumat yoxdur. Ona görə hansısa hər hansı bir yanaşı xəstəlik autizmlə birlikdə getmirsə, ona tibbi müdaxilə edilmir və nəticədə də ən təsir edici və ən elmi əsaslı müdaxilə olaraq sayılan məsələ bir uşağı, bir gənci təhsilə, tədrisə cəlb etməkdən gedir söhbət və məhz autizmin əlamətlərini qısaca sadalayacaq olsaq ki, insanlar gördüklərində ən azından bir insanı yönləndirmək mövzusunda ona dəstək verə bilərlər. Hansı ki, bir uşaq sizinlə göz kontaktı qurmursa, ünsiyyət qurmaqda çox böyük çətinlik yaşayırsa və yanaşı olaraq fırlanan əşyalara həddindən artıq çox marağı varsa və ya özü öz ətrafında fırlanırsa, adına səslənirsiniz, amma əsla dönüb sizə baxmırsa və ya çox uzun müddət sonra baxırsa, ortaq diqqəti yoxdursa, hansısa bir əşyanı göstərirsiniz, ona dönüb baxmırsa, reaksiyası yoxdursa, oyuncaqlarla funksional oynamırsa, nitqi ya heç yoxdur, ya da çox zəif bir şəkildə verbal olaraq inkişaf mərhələləri davam edirsə və bu sadaladığım bir neçə əlamət içərisindəki 3 və ya 4-ü bir arada varsa artıq təşvişə düşmək lazımdır və düşünürəm ki, cəmiyyətimizin üzərinə düşə biləcək ən önəmli vəzifələrdən də biri də məhz budur ki, maarifləndirməni öz içimizdə daha çox artırmaq, bir-birimizə o məlumatları, doğru məlumatları ötürmək ki, ailə gecikməsin və gecikdiyi zamansa, necə ki, bütün problemlərdə gecikmə çox ciddi zərbə vurur insan həyatına, ancaq tam tərsinə erkən müdaxilə həyat qurtarır və cəmiyyətə inteqrasiya olmasına imkan yaradır. Elə həmçinin də bu autizm məsələsində də keçərlidir. Təşəkkür edirəm məlumat üçün. Azərbaycanda ilk inklüziv Kaşalata kafenin də müəllifi sizsiniz. Bu kafe necə yarandı? Bunun bir xüsusi hekayəsi varmı? Bəli. Kaşalata bizim üzümüzü güldürən və cəmiyyətimizə motivasiya verən bir məkandır. Mən Həmzənin diaqnozunu aldığım andan etibarən məni narahat edən ən önəmli məqam o idi ki, bütün uşaqlarda olduğu kimi düşünürdüm ki, Həmzə böyüyəcək və mütləq şəkildə cəmiyyətə inteqrasiya olmalıdır və inteqrasiya olmaq üçün də universitet oxuyacaqmı və s. heç bir sual ağlıma gəlmədi. Ancaq o sərbəst öz ayağı üzərində dayana biləcəkmi və həqiqətən bir işə gedə biləcək və ya bir peşə sahibi ola biləcəkmi? Bunu hər zaman düşünürdüm və bu suallar məni narahat eləyirdi və nəticədə bir gün Həmzə özü məsələn mənə bu mövzuda bir fikir verdi. Həmzə verbal olaraq tamamilə reqres yaşanmışdı həyatında, nitqi tamamilə itmişdi. Ancaq Türkiyədə yaşadığımız müddətdə yenidən bərpa olmağa başladı təhsil nəticəsində və artıq kəlmələri və cümlələri qururdu. Bir gün əlində yemək yeyirdi, salat yeyirdi. Əlində qaşığı tutaraq salatı, məsələ o qaşıqla yediyi müddətdə qaşığa baxdı və türkçə kəlmələr istifadə edirdi. Çünki biz Türkiyədə yaşayırdıq və ona müdaxilə mütləq şəkildə oranın harda yaşayırsınızsa oranın dili ilə olmalıydı. Dedi qaşıq, sonra salata baxdı, dedi salata. Sonra iki kəlməni bir anlıq birləşdirdi, dedi kaşalata. Və masanın üstündə bir neçə növ yemək vardı. Döndü, onlardan birinə baxdı və uzatdı əlini, dedi ki,
ana mənə kaşalata verərsənmi? Və bir müddət bütün yeməklərə kaşalata adını deməyə başladı. Məsələn, mən o gün, o an o kəlməni eşitdiyim zaman gözlərim doldu və bir xəyal qurdum. Dedim ki, bir gün gələcək Azərbaycanda bir kafe açarıq və o kafenin adını kaşalata qoyarıq və kaşalata da məsələ elə bir məkan olar ki, bir çox neyromüxtəlifliyi olan gəncə, Həmzə də onların timsalında işıq saçar, bir ümid qapısı olar və iş imkanı təqdim edir. Kaşalatanı biz artıq 2017-ci ildə açdıq bir pilot layihə çərçivəsində və mərkəzimizin nəzdində açdıq, hansı ki, Birgə və Salam İctimai Birliyi nəzdində 2 autizm mərkəzi var. Biri Bakı şəhərində yerləşir və Heydər Əliyev Fondu tərəfindən bizə təsis edilən çox gözəl imkanlar içərisində övladlarımıza dəstək verməyə çalışırıq. Bir də məsələ Gəncədə regional autizm mərkəzidir ki, sosial layihə çərçivəsində Azərgold şirkətinin dəstəyi və Heydər Əliyev Fondunun təşəbbüsü ilə öz fəaliyyətini davam etdirir və Bakıdakı autizm mərkəzinin nəzdində qurduqdan sonra orada bir çox neyromüxtəlifliyi olan gəncimizə iş bacarığı öyrətdik uzun illər müddətində və həmin iş bacarığını öyrətdiyimiz gəncləri də 1 oktyabr 2024-cü il tarixi etibarilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdindəki Dövlət Məşğulluq Agentliyi, KOBİA, Sokar, Paşa Holding və Trendyol şirkətlərinin baş tərəfdaşlığı və sosial layihə dəstəyi ilə biz Kaşalatanı şəhərin mərkəzində açmış olduq və hal-hazırda da 10 əməkdaşı neyromüxtəlifliyi olan insanlardır ki, onlardan biri Down sindromlu olan, 9-u da autizmi olan gənclərdir. Və biz bu Kaşalata modeli ilə cəmiyyətə, bəlkə də kiçik bir məkanda, amma cəmiyyətə bir mesaj ötürməyə çalışırıq ki, neyromüxtəlifliyi olan insanlara doğru dəstək verdiyinizdə və həqiqətən onlara o motivasiyanı verdiyiniz zaman və o bacaracağını ona inandırdığınız zaman onun həqiqətən həyata keçirməyəcəyi heç bir şey yoxdur. Düşünürəm ki, bu təşəbbüs bütün valideynlərin bir növ arzusu olub və digər çalışan bizim xüsusi insanlarımız valideynləri nə reaksiya verdi sizin bu ideyanıza, orada çalışmaqlarına necə münasibət yarandı? Bilirsiniz, çox maraqlı bir məqamdır ki, əslində ailələrin heç birisi inanmırdı ki, övladı çalışa bilər. Və bunu gözü ilə gördüklərində onlar həddindən artıq çox duyğulandılar və bu sadəcə həmin işə cəlb olunan 10 nəfərin ailəsi deyil. Həqiqətən ölkəmizdə bir çox ailəyə ümid oldu və mənə hər gün bəlkə onlarla zəng gəlir ki, və ya mesajlar yazılır ki, bizim övladımız da işləyə bilər demək ki, biz buna görə çox ümidliyik və biz nə etməliyik ki, övladımız istər Kaşalata kafe olsun, istər başqa iş yerlərinə cəlb olunsunlar. Və bizim övladlarımızın da məsələ bu işə cəlb olunduqdan sonra ilk maaşları aldıqlarında da onların ilk düşündükləri insan öz valideynləri oldu. Bu da bizi çox duyğulandırdı. Hətta analarına çiçək alan övladlarımız oldu və hal-hazırda da çox böyük hədəfləri olan və planlar quran əməkdaşları var Kaşalata kafenin. Qeyd etdiyimiz kimi kafedə autizmli gənclərimiz çalışır. Onları cəmiyyətə qazandırmaq bizim əsas bir növ məqsədimizdir, hədəfimizdir. Siz özünüzü məqsədinizə çatmış hesab edirsinizmi? Əslində tam deyil. Çünki mən bir ana olaraq düşünürəm ki, hər bir valideyn övladı ilə əlaqəli hədəflər müəyyənləşdirməyə, onunla əlaqəli planlamalar etməyə həyat boyu davam edir. Bu, heç bir zaman deyə bilmərəm ki, mən artıq hədəfimə çatmışam. Bu hədəflərimdən biri idi ki, hansı ki çatdım və bunu dəstəklə həyata keçirdik. Və ancaq biz ictimai birlik olaraq daha davamlılığını təmin etmək üçün bu prosesin dəstəkli məşğulluq modeli altında bir model yaratdıq. Hansı ki, mən istər Amerika olsun, istər Avropa, yaxın ölkələr də buna daxil olmaqla hər getdiyim ölkə və əməkdaşlıq qurduğumuz qurumlarla o görüşlər nəticəsində əldə etdiyim təcrübələrin də nəticəsində məsələ bu modeli Azərbaycanda yaratmaq qərarına gəldik. Bu model nədən ibarətdir? Məsələn, məğzi nədir? Dəstəkli məşğulluq modelinin əsas hədəfi iş koçlarını hazırlamaqdır ki, bunlar gənclərdir və bu iş koçlarının hər birini sonrasında neyromüxtəlifliyi olan əməkdaşla birgə hansısa bir iş yerinə müraciət etmək və işlə də həmin o neyromüxtəlifliyi olan əməkdaşı təmin etməkdir. Dəstəkli məşğulluq modelimiz çərçivəsində biz 10 nəfəri Kaşalata kafeyə işə cəlb eləmişik. 3 nəfər Azal şirkətində işə cəlb olunubdur.
Digər bir çox qurumlar və şirkətlər var ki, SOCAR-da bir övladımız dövlətimizin ən böyük iş verən qurumlarından biridir, bilirsiniz. Və bir çox daha kiçik və böyük qurumlar var ki, orada biz övladlarımızı 20-yə yaxın övladımızı işə cəlb etmişik və onlar iş koçları ilə o işə gedirlər və oradakı əsas hədəflərimizdən yenə biri də odur ki, o iş koçu 6 ayla 1 il ərzində o gənci ora doğru adaptasiya və inteqrasiya etdikdən sonra yavaş-yavaş geri çəkilsin və o insan orada sərbəst şəkildə işləyə bilsin. Və bu hədəfimizə çatdığımız üçün də həqiqətən çox xoşbəxtəm. Çünki hədəfin tam nöqtəsinə getdiyinizdə və onu əldə etdiyinizdə yeni bir hədəflə qarşılaşırsınız və düşünürəm ki, hədəfimiz hələ böyükdür, daha çox neyromüxtəlifliyi olan insanlara iş imkanları təqdim etməkdən ibarətdir. Bəs biz xüsusi insanlarla ünsiyyət zamanı nələrə diqqət etməliyik? Əslində çox gözəl bir sualdır, amma mən hər zaman bu sual mənə verildiyində belə bir cavab verirəm ki, bizim hansısa əlavə diqqət edəcəyimiz bəlkə də xüsusiyyət olmamalıdır. İki məqam var ki, biz orada ekstra bəlkə qayğılı və ya diqqətli ola bilərik. Cəmiyyət olaraq biz öyrəşmişik ki, bu mərhəmət duyğusunun biraz artıq dərəcədə əlilliyi olan şəxslərə hiss edilməsi yönündə yanaşmalarımız çox olur. Və bu bizim canımıza hopub təəssüf ki. Mən hər zaman deyirəm ki, heç bir insanın qarşısında əlilliyi olan şəxs olduğunda ona yazığı gəlirmiş kimi yanaşmamalıdır. Orada diqqət edəcəyimiz ən önəmli məqam odur ki, o insan həqiqətən çətinlik içərisindəsə yaxınlaşıb sual verilə bilər ki, hər hansı bir dəstəyə ehtiyacınız varmı? Əgər çətinliyi yoxdursa, əgər o özü sizdən bir dəstək istəmirsə və ya söhbət autizmdən gedirsə ki, orada ola bilər ki, o verbal olaraq bunu ifadə edə bilməsin, amma yanında mütləq şəkildə valideyni və ya müəllimi varsa, bunu müəllimi də etməyibsə və ya valideyni də etməyibsə, ora yaxınlaşıb, vah, yazıq, nəsə kömək etmədim, edə bilərəmmi və ya nə bilim, siz çox pis vəziyyətdəsiniz kimi mənfi cümlələr istifadə etməyin heç yeri yoxdur. Çünki o insanın həyatını biraz daha çətinləşdirir. Orada yanaşma, tipik inkişaflı insanlar, uşaqlar, onlara qarşı yanaşma necədir? Sevgi ilə, qayğı ilə, hüdudları qoyaraq, hər zaman bunu da ifadə edirəm, hər bir uşaqda olduğu kimi o hüdudları keçdiyində tipik inkişaflı uşağa hansı siz cavabı verirsinizsə və ya nə edirsinizsə, eyni şey autizmi olan insanlara, uşaqlar üçün də keçərlidir. Biz məsələn Kaşalata kafedə bir modeldə və ya digər iş yerlərimizdə heç bir zaman bir gənc bizə desə ki, mən bugün 1 saat gec gəlmək istəyirəm işə, çünki mən autizmliyəm desə, biz heç vaxt demərik ki, ona sən bəli autizmli olduğu üçün gec gələ bilərsən. Qətiyyən bütün iş əməkdaşların, dostların, yoldaşların saat neçədə işə gəlirsə, neçədə çıxırsa, hansı öhdəlikləri alırlarsa, eyni öhdəlikləri də bizim neyromüxtəlifliyi olan övladlarımız almalıdır. Ancaq yanaşmanın ən gözəl hissəsi sevgi ilə, qayğı ilə və anlayışla və ekstra heç bir duyğusal bir yazığı gəlirmiş kimi və ya mərhəmət duyğusunun artıqlaması ilə göstərilməsi hissəsində deyil yəni. Aydındır. Bəs ailəsində autizmli bir şəxs olan biri kimi, düz bayaq bəzilərini sadaladınız siz, amma hazırda hansı çətinliklərlə üzləşirsiniz cəmiyyətdə? Ən önəmli çətinliklərdən biri, məsələn, heç bir zaman unutmuram, bir dəvət almışdım autizm haqqında məlumatlandırma etmək üçün və tamamilə gənclər idi və o gənclər qarşısında çıxış etmək mənə qürur verirdi, amma bir o qədər də həyəcanlı idim və çıxışımın öncəsində məlumat verildi ki, çıxış sonrasında ən yaxşı sual kim tərəfindən Aytən xanıma veriləcəksə, o hədiyyə alacaq, hədiyyə qazanacaq və gənclərdən birisi sual üçün qalxdı. Sualı vermədən öncə belə bir cümlə ifadə elədi ki, mənim də autizmli bir qardaşım var, ancaq mən onu heç sevmirəm dedi. Və mən burada çox məyus oldum. Ona görə məyus olmadım ki, o sevmir. Çünki o onu bilmədən, bəlkə də həyat şəraiti onu vadar eləyibdi bunu yaşamaq üçün. Amma orada hər kəsin içində bunu deməyi, bəlkə də düşündüm ki, ona bir neqativ hansısa reaksiya gələr deyə narahat oldum. Və mən dedim ki, yaşadığın duyğular haqqında səninlə danışmaq istəyərəm. Və nəticədə ən yaxşı sual onun sualı seçildi. Səhnəyə gəldiyində yaxınlaşdı və mənə dedi ki, kaş ki sizi daha öncə tanımış olsaydım və bəlkə bu düşüncələrdə olmazdım. İnanın biz autizm mərkəzimizdə
100-ə yaxın övladımıza Bakıda, yenə 60-dan çox övladımıza Gəncədə dəstək veririk və bu dəstək müddətində ən böyük çətinlik yaşadığımız məqamlardan biri ailələrin içində əgər digər tipik inkişaflı övladlar varsa onların tamamilə qayğısız, onların tamamilə kənarda qalmağından qaynaqlanır. Bu da ailənin istəyi ilə olan bir hadisə deyil. Çünki cəmiyyətimizdə biz indi maksimum insanlara bu məlumatları ötürməyə çalışırıq, amma daha böyük yük anaların üzərinə düşür və ailədə bu məsələ biraz daha çətinləşdikcə, qloballaşdıqca məsələ digər dünyaya gələn tipik inkişaflı övlad unudulmuş olur. Biz elə bu mövzuda da çox böyük layihələr həyata keçirməyə çalışırıq ki, bunu gənclərin dəstəyi ilə edirik. Gənclər bizə dəstək verir, ingilis dili və ya xarici dil tədrisində həmin övladlarımızın bacı qardaşlarına dil bacarığının inkişafı yönündə dəstək vermiş oluruq. İdman bacarığı və ya hansısa digər ehtiyacı olan bacarıqları varsa uşaqların, o mövzularda dəstək vermiş oluruq. Amma yenə də maariflənmə nə qədər çox olsa o qədər yaxşıdır. Çünki maarifləndirmə olmadığı müddətcə cəmiyyət çox tez unudur və çox tez qəbul etmə məsələsi yenə geriyə atılmış olur. Ona görə dünyada da aparılan ən önəmli işlərin başında məsələ maarifləndirmə gəlir. Aytən xanım, biz Kaşalata kafe haqqında danışdıq, amma mən istəyirəm ki, izləyicilərimizə bir video çağrışımız var, onu təqdim edək. Olar. Birgə və Sağlam İctimai Birliyi. Birgə və Sağlam İctimai Birliyi 2013-cü ildə təsis edilib. Birliyin məqsədi autizm spektr pozuntusu olan şəxslər və onların ailələrinə dəstək olmaqdır. Birlik bugünədək Heydər Əliyev Fondu və birinci vitse-prezident möhtərəm Mehriban xanım Əliyevanın nəcib dəstəyi ilə autizmli şəxslərin təhsili, cəmiyyətə inteqrasiyası, əmək məşğulluğu və sosial rifahı üçün çoxsaylı layihə və tədbirlər həyata keçirib. İdarə heyəti. Birliyin fəaliyyətinin uğurlu olmasında idarə heyətinin xüsusi rolu var. İdarə heyətinin müxtəlif ixtisaslardan olan geniş vizyona malik üzvləri birliyin strateji məqsədlərinə nail olması üçün böyük dəstək göstərir. Cəmiyyətdə inklüziv dəyərlərin formalaşmasına töhfə verirlər. Autizm mərkəzi. Mərkəz 2013-cü ildə yaradılıb. 2021-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə mərkəzin yeni binasının açılışı olub. Açılış mərasimi möhtərəm Mehriban xanım Əliyevanın iştirakı ilə baş tutub. Mərkəzlərdə Princeton Uşaq İnkişafı İnstitutu tərəfindən yaradılmış tətbiqi davranış analizi, ABA terapiya proqramı tətbiq edilir. Mərkəzdə hazırda 100-dən çox autizmli uşaq və gəncə keyfiyyətli xüsusi təhsil xidməti göstərilir. Autizm mərkəzinə ziyarətlər. Bugünədək 70-dən çox dövlət və özəl qurumlar, yerli və beynəlxalq təşkilatlar, səfirliklər mərkəzi ziyarət edib və görülmüş işləri tədqirə layiq qiymətləndiriblər. Gəncə Autizm Mərkəzi 2023-cü ilin 11 aprel tarixində Heydər Əliyev ili çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü, Azərgold Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi və birliyin təşkilatçılığı ilə Gəncə Autizm Mərkəzinin açılışı olub. Mərkəz regional səviyyədə ödənişsiz əsaslarla xidmət göstərir. Mərkəz həmçinin maarifləndirmə işləri həyata keçirir, regionda həkim mütəxəssislərin peşəkar inkişafında dəstək olur. 2017-ci ildən birliyin nəzdində işə başlayan Kaşalata kafe 2024-cü ildən etibarən yeni mərhələdə fəaliyyətini davam etdirir. Belə ki, bir sıra dövlət və özəl qurumların dəstəyi ilə Kaşalata kafe şəhər mərkəzində yeni məkanda və nəfis tərtibatda fəaliyyətə başlayıb. Kafenin 20 nəfərdən ibarət işçi heyətindən yarısı autizmli və Down sindromlu gənclərdən ibarətdir. Kafe sosial sahibkarlıq təşəbbüsü olmaqla ölkəmizdə ilk və tək inklüziv kafe kimi fəaliyyətini uğurla davam etdirir. Mavili brendi. Birliyin digər sosial sahibkarlıq layihəsi Mavili brendidir. Bu brend altında müxtəlif bəzək əşyaları və aksesuarlar hazırlanır. Məhsullar autizmli şəxslərin və onların ailə üzvləri tərəfindən hazırlanır. Məhsulların satışından əldə edilən gəlir autizmli şəxslərin təhsilinə dəstək məqsədi ilə ianə edilir. Mavi Ürəklər İnklüziv musiqi qrupu. Qrupun rəngarəng mahnı repertuarı var. Qrup bugünədək bir çox yerli və beynəlxalq tədbirlərdə uğurla iştirak edib. İnklüziv İnkişafa Dəstək Mərkəzi,
əlavə təhsil müəssisəsi. Birliyin əlavə təhsil müəssisəsi ixtisas artırma lisenziyası əsasında fəaliyyət göstərir. Müəssisə əlaqədar sahələrdə peşəkar inkişaf təlimləri və maarifləndirmə tədbirləri həyata keçirir. Ali təhsil mərkəzləri ilə əməkdaşlıq. İctimai Birlik 5 ali təhsil müəssisəsi ilə anlaşma memorandumu imzalayıb. Memorandum çərçivəsində ali təhsil müəssisələrinin müəllim-professor heyəti və tələbələr üçün çoxsaylı peşəkar inkişaf və maarifləndirmə tədbirləri həyata keçirib. Beynəlxalq əməkdaşlıq. Birlik Avropa İttifaqının nəzdində fəaliyyət göstərən Autism Europe və Inclusion International təşkilatlarının üzvüdür. Birlik Özbəkistanın Sosial Müdafiə üzrə Milli Agentliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnklüzivlik Mərkəzi ilə anlaşma memorandumu imzalayıb. ABŞ-nın Autism Speaks təşkilatı, Türkiyənin Tohum Autizm Fondu və SOBE Fondu ilə yaxından tərəfdaşlıq eləyir. Beynəlxalq Autizm Konfransı. Konfransın məqsədi autizmlə bağlı elmi yenilikləri ictimaiyyətə təqdim etməkdir. Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və digər dövlət və özəl təşkilatların dəstəyi ilə keçirilir. Möhtəbər, yerli və xarici mütəxəssislər iştirak eləyir. Konfrans son illər ərzində bir neçə dəfə təşkil edilib və gələcəkdə də silsilə şəklində keçiriləcək. Dəstəkçilərimizə minnətdarıq. Birgə və Sağlam İctimai Birliyi autizmli şəxslər adından bütün dəstəkçilərinə dərin minnətdarlığını bildirir. Aytən xanım, sizcə bu kafe nəyi dəyişir və ya dəyişə bilər? Əslində kafe özü mənə görə bir çox şeyi dəyişəcək. Çünki mən bir ana olaraq düşünürəm ki, insanlar ilk eşitdiyində ki, bir kafe açılıb və orada əlilliyi olan şəxslər işləyir. Əminəm ki, bir çox insan o kafeyə gəlməmə və ya bəlkə də o özünü güc tapıb gələ bilməmə səbəblərinin başında o gəlir ki, orada əlilliyi olan insanlarla qarşılaşacaq, duyğusal bir hansısa məqam yaşanacaq və bəlkə orada pis olacaq. Çünki bunlar bizim aldığımız reaksiyalardır və nəticədə məyus olacaq, üzüləcək və s. sonra ürəyi pis olacaq və s. Halbuki elə bir şey yoxdur. Kaşalata kafe ölkədə bir çox insanın ağlında olan, doğru olaraq bildiyi, amma həqiqətən səhv olan o anlayışları dəyişdirməyə çalışır. Çünki biz Kaşalata kafenin içinə daxil olan hər bir insana, müştəriyə heç biz demədən, göstərmədən onlardan aldığımız reaksiya bu olur ki, buranın havası çox fərqliymiş, bu havası çox pozitiv imiş və həqiqətən qidalarınız və s. də həddindən artıq keyfiyyətliymiş. Biz elə məhz bu məqamla insanlara, cəmiyyətə çatdırmağa çalışırıq ki, əlilliyi olan şəxslərin işlədiyi məkanlarda keyfiyyətlə yanaşı sadalana bilər bir qurum olaraq. Əlilliyi olan insanların işlədiyi məkanlarda da keyfiyyətli yeməklər verilə bilər, içkilər verilə bilər və eyni zamanda da məsələ onlar özləri də insanları çox müsbət mənada qarşılayıb onlara xidmət göstərə bilər. Və bu məqamda biz çox kiçik məkanla çox böyük mesajlar vermiş oluruq cəmiyyətə. Və iş verənlər olaraq da bilirik ki, bütün dünyada bu keçərlidir, amma bizim ölkəmizdə də dövlətimizin qərarı ilə də, qanunvericiliyində də hər bir qurum öhdəlik daşıyır ki, əlilliyi olan şəxsləri işə cəlb eləsin. Öz gəliri miqdarında faizi var ki, o faiz miqdarında da işə cəlb etmək məcburiyyətindədir. Amma Azərbaycanda əlillik deyəndə təəssüf ki, sadəcə görünən əlilliklər anlaşılır. Biz isə bilirik ki, dünyada bu təsnifatda var, görünməyən əlillik deyilən bir anlayış da var. Hansı ki, autizmli bir şəxsi siz gördüyünüzdə onun əlil olduğunu anlamaya bilərsiniz, onunla ünsiyyətə keçmədiyiniz müddətcə. Və burada isə o məqamda mən düşünürəm ki, böyük bir rol model olaraq
cəmiyyətə özümüzü tanıdırıq. Çünki dünyada autizmi olan şəxslərin işlədiyi qurumlar çox sayda deyil. Mən özüm Amerikaya getdiyimdə buna canlı şahid olmuşdum və eyni zamanda Avropada, Fransada, Fransanın yəni ölkənin 60% ağartı qidalarının ehtiyacını qarşıladığı bir fabrika vardı. Və o fabrikanın içində 12 nəfər autizmi olan şəxs işə cəlb olunmuşdu. Çünki qurucu, CEO-su da oranın neyromüxtəlifliyi olan övlada sahib bir ataydı. Və onun təşəbbüsü ilə qurulan bu fabrikadakı o hissə, hansı ki, autizmli şəxslərə və neyromüxtəlifliyi olan şəxslərə də dəstək olur, iş imkanı təqdim etməklə. İnanın ki, orada o qədər çox müsbət mənada nəticələrlə qarşılaşmış olduq. Misal üçün, orada çalışan supervisoru deyir ki, mən tipik inkişaflı bir əməkdaşı, hansı ki, o südlü kekslər hazırlanır, orada qoyulan unun qramajı, miqdarı çox vacibdir. Tipik inkişaflı insana deyirəm ki, sən bu qədər qramajda ora un yerləşdirəcəksən, o deyir, bəzən diqqət edir, bəzən diqqəti dağılır, çünki telefona baxır və ya hansısa vərdişi üçün kənara çıxır, icazə alır və s. Amma autizmli bir şəxsin fokuslanmağı, onun bir işi mükəmməl şəkildə görməyinə səbəbiyyət verir. Və o deyir ki, mənim həmin o tipik inkişaflı əməkdaşı işdən başqa bir iş ona verərək autizmli bir insanı o işə cəlb etməyimin nəticəsində keksin dadı, keyfiyyəti və insanlardan aldığımız o geri dönüşlər, feedbacklər bizə o qədər müsbət mənada irəliləyişimizə səbəb oldu ki, mən anladım ki, bu insanlara o işi, imkanı təqdim etdiyiniz müddətcə onun nəticəsini müsbət mənada görə bilirsiniz. Şans vermək Böyük lazım. bir mesaj daşıyır Kaşalada Kafe. Cəmiyyətə bir mesaj ötürməli olsanız bu nə olardı? Mən düşünürəm ki, artıq dünyada fərqliliyi olan insanların, neyromüxtəlifliyi olan insanların sayı hər keçən gün artır. Və bunun qarşısını almaq hal-hazırdakı gördüyümüz məsələ dünyanın, istər inkişaf etmiş dünyada bizim əldə etdiyimiz, istər hər hansı bir nailiyyətlə də olsa, bir nəticəyə gəlib vara bilmirik ki, bu sayını azaldaq. Və bu say azalmadığı müddətcə də bu say get-gedə də çoxaldığı müddətcə mən düşünürəm ki, ən önəmli məqam insanları olduğu kimi qəbul etməkdir. Çünki tipik inkişaflı insanın da fərqliliyi var. Məsələn, mən çox qarşılaşmışam. Həmzənin həyatının öncəsində mən bir müəllim olmuşam, peşəmi icra eləmişəm və tipik inkişaflı uşaqlara dərs demişəm və onlar içərisində o qədər fərqli övladlarımız vardı ki, hər birinə individual yanaşaraq biz onlardan nəsə əldə etmişik və onların həqiqətən müvəffəq olmalarına dəstək olmuşuq. Amma eyni şey bizim övladlarımız üçün də keçərlidir. Onları olduğu kimi qəbul etmək, onları yargılamamaq, onlara daha duyarlı bəlkə də zamanı gəldiyində və ehtiyac hiss edildiyində davranmaq. Cəmiyyəti bir gənclər olaraq hər zaman tövsiyə edirəm ki, gücü olan insanlardır, gənclərimiz motivasiyalı insanlardır, həqiqətən çox çalışqan insanlardır. Hər bir insan özünə öhdəlik almalıdır ki, ətrafını maarifləndirsin. Hansı mövzunu yaxşı bilirsə, ən azından öyrənə biləcəksə, onunla əlaqəli cəmiyyətə bol motivasiya versin. Bunu da ən yaxşı bir şəkildə maarifləndirmə ilə edə bilər. Və sevgi ilə yanaşıldığı müddətcə, istər neyromüxtəlifliyi olan insanlara olsun, istər biz öz aramızda olsun, heç bir açılmayacaq qapı yoxdur deyə düşünürəm. Ayten xanım, gördüyünüz işlər o qədər həssas, o qədər faydalı və dəyərlidir ki, mən məhz cəmiyyətimiz adından sizə təşəkkür etmək istəyirəm. Çox sağ olun. Və sizə bu işdə uğurlar arzulayıram. Minnətdaram. Gəldiyiniz üçün də təşəkkür edirəm sizə. Mən də sizlərə hər bir atdığınız addımda bol uğurlar arzu edirəm və inanıram ki, dövlətimizin, ölkəmizin məsələ sizin kimi gəncləri olduğu müddətcə, nümunələri olduğu müddətcə bizim kimi neyromüxtəlifliyi olan övladlara sahib ailələrin də məsələ sizlərin dəstəyi ilə həyat keyfiyyəti daha da artmış olacaq və məsələ övladlarımız cəmiyyətə inteqrasiya olmuş olacaqlar və ölkəmizin də sosial yükü biraz daha azalmış olacaq. Uğurlar sizə. Çox sağ olun, təşəkkür edirik. Hörmətli izləyicilər, qonağımız Ayten Eynalova idi. Birgə və Sağlam İctimai Birliyinin təsisçisi. Biz bugün autizm spektr pozuntusu olan və xüsusi insanların cəmiyyətə inteqrasiyasından danışdıq. Daha bir könüllü sən verilişinin sonuna gəldik. Düşünürəm bu dəfə də yeni nəyisə aşıladıq və öyrəndik. Əziz izləyicilər, cəmiyyət o zaman güclü olur ki, hər kəs üçün yer olsun. Biz bugün məhz bundan danışdıq. Aparıcınız mən idim, Rəsul. Görüşənədək.